Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Galina Mehdiyeva, oğlu Teymur Mehdiyeva və qızı Kamilə Əliyevadır. Məlumatda həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir. Qeyd edək ki, general-mayor Teymur Ramizoğlu Mehdiyev Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun müavinidir. Azərbaycanda 2001-ci ildə dünyaya gələn qadının doğum faktı 24 ildən sonra qeydiyyata alınacaq. Bu barədə oktyabrın 16-sında Yevlax rayon məhkəməsi qətnamə çıxarıb. Belə ki, məhkəməyə müraciət edən vətəndaş 2001-ci ildə ev şəraitində övladının doğulduğunu, lakin bununla bağlı heç bir quruma məlumat vermədiklərini bildirib. Həmçinin Gülxanım adlı qızının indiyədək heç bir sənədinin olmadığını və təhsil almadığını deyib. Hazırda isə Gülxanım qeyri-rəsmi şəkildə ailə həyatı qurub və ana olmaq ərəfəsindədir. Bu səbəbdən onun bir vətəndaş kimi mövcudluğunun rəsmiləşdirilməsinə ehtiyac yaranıb. Ərizəçinin qonşusu şahid kimi çıxış edərək həqiqətən də 2001-ci ildə qonşu evdə qız övladının doğulduğunu və Gülxanım adı ilə yaşadığını söyləyib. Yevlax rayon məhkəməsi ərizənin təmin edilməsi barədə qətnamə çıxarıb. Bu sənəd doğum aktı qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsas kimi təqdim olunub.